ustadımız Ənvər Nəzərlinin bir qəzəlinə nəzirə oxumaq istəyir. Ustadımız buyurur ki, çox gəzmədim yarə gülüstan arasında, təfriqə düşər bağ ilə dostan arasında. Və həmin qəzələ bir nəzirə yazmışam. Bir xəlqə onun yoxdursa qəmxar arasında, bir xəlqə onun yoxdursa qəmxar arasında, şad olmaq olarmı bu qədər zar arasında? Yoxdan eləyən var eləyər var dənəm yox, qaldım necə gör mən yox ilə var arasında. Bildim gözəlim könlümü zülfündə görəndə, ol sirri ki mənsur ilə var dar arasında. Bu hüsn ilə Allaha da naz etsən əcəbdir. Ey yar, məni qoyma iki yar arasında. Bu hüsn ilə Allaha da naz etsən əcəbdir. Ey yar, məni qoyma iki yar arasında. Öz sirrini qasid demə bir kimsəyə əsla. Bir şəxsə desən, xəlqin olar car arasında.